Salam əziz dostlar, izləyicilər, YouTube kanalımın daimi abunəçiləri. Bugün bu videomu mən sizin bundan öncəki videoma bildirdiyiniz rəylər və suallar üçün çəkirəm. Orada, yəni bu video vasitəsilə bilavasitə suallarınızı cavablandırmağa çalışacağım. İlk növbədə bir nəfər qeyd edib ki, Budvada olub və şəhər həm darıxdırıcı, həm də maraqlı şəhərdir. Bəli, yay vaxtı, yəni yayın ən qaynar zamanında elə şəhər, necə deyərlər, maraqlı olur. Ümumiyyətlə isə Montenegronun bütün şəhərləri demək olar ki, ölkə özü kiçik ölkə olduğu üçün digər şəhərlər də kiçikdir və bir gün və ya hətta bir neçə saat içində gəzib bitirmək mümkündür. Ona görə də yayı nisbətən maraqlı, qışı isə həmin turistik şəhərlər daha sakit olur. Digər bir nəfər yazıb ki, sizə uğur dolu günlər arzu edirəm, təşəkkür edirəm. Bir nəfər qeyd edib ki, videonuz həqiqətən faydalı və motivasiya oldu. Mən 16 ildir dizayner işləyirəm, orada iş tapa bilərəmmi? İngilis dilimdə yaxşıdır. Bu işlə bağlı gələn ən çox suallar elə ümumiyyətlə işlə bağlı olur. Orada iş tapa bilərəmmi? Daha öncəki videomda qeyd elədiyim kimi, burada işlər, yəni əgər bura gəlib iş tapmaq istəyirsinizsə, nəzərdə saxlamalısınız ki, buradakı işlər bilavasitə xidmət sektorunda işlərdir. Yəni restoranlarda ofisiant kimi ya da hansısa otel şəbəkələrinin birində təmizlikçi və s. kimi sahələrdə iş tapmaq bəli, mümkündür və hətta çətin deyil. Hətta burada ingilis dili çox yüksək də tələb olunmur bunun üçün. Lakin xüsusi bir sahədə iş tapmaq asandırmı? Xeyr, asan deyil. Ya da xüsusi, yəni bir ixtisasınız üzrə, işiniz üzrə əgər tapmaq istəyirsinizsə, o zaman mütləq ki, yerli dili bilmək daha yaxşı olar. Yəni şansınızı artıra bilər. Bu o demək deyil ki, iş tapa bilərsiniz. Xüsusi istəkləri, sualları ya qayğıları olan insanlar mailimə birbaşa təbii ki, özlərini təqdim edərək mənə öz danışmaq istədikləri hər hansı bir məsələni əlbəttə danışa bilərlər. Böyük məmnuniyyətlə dinləyərəm. Nə dərəcədə kömək edə bilərəm ya yox, bu söz verə bilmirəm, amma əlbəttə ən azı dinləyərəm. Sonra ora gəlsəm, iş necə tapa bilərəm? Qeyd elədiyim kimi daha öncə burada iş xidmət sektorundadır və düşünürəm ki, tapa bilərsiniz. Ora gəlmək üçün fikrim ciddidir. Fikriniz ciddi ola bilər, əlbəttə bura gələ bilərsiniz, amma burada gəlib nələr edəcəyinizi yəqin ki, bilirsiniz. Bu barədə də əslində bir neçə videom olub. Ümid edirəm ki, o videolardan da yararlana bilmisiniz. Bir nəfər daha qeyd edib ki, salam, mən qaynaqçıyam, mən işləyə bilərəm orada. İş varsa deyin zəhmət olmasa. Öncədən bildirim ki, mən işə düzəltmə firması, şirkəti, ümumiyyətlə bu işlərlə heç bir əlaqəm yoxdur. Sadəcə 4 ildir ölkədə olduğum üçün, burada baş verənlərdən daha yaxından tanış olduğum üçün bilgilərimi, bildiklərimi sizinlə paylaşıram. Ona görə də mən heç kimə bilavasitə iş tapa bilmərəm. Sadəcə öz tövsiyələrimi verə bilərəm. Və qeyd edeyim ki, inşaat sektorunda da ustalar üçün, fəhlələr üçün də iş tapmaq nisbətən asandır, nisbətən mümkündür. Yəni xüsusi digər, məsələn, dizayner gəlib orada işləyə bilərəmmi? Mən ingilis dili də bilirəmdən daha asan olar ki, burada inşaat sektorunda iş tapmaq daha mümkün kimi görsənir, daha çox ehtimal var. Sizlə necə əlaqə saxlamaq olar? Xüsusi təklif və suallarınız varsa, o zaman mail adresimə suallarınızı, xüsusi qayğılandığınız bir mövzu varsa, ailə ilə, uşaqla və s. kimi məsələlərlə bağlı bura köçmək istəyirsinizsə, onda mailimə öz müraciətlərinizi göndərə bilərsiniz. Bir xanım qeyd edib ki, mail vurğuladınız, amma yoxdur, amma mən mailimi qeyd eləmişəm və başqa bir xanım da qeyd edib ki, burada mənimlə əlaqə saxlamaq istəyir. Sonra yenə belə bir rəy var ki, bura gəlmək istəyir bir şəxs və burada iş əldə edə bilsə, o zaman həmin şəxsə hansısa bir məbləğdə ödəniş edəcək və s. Amma dediyim kimi, mən bu işlərə baxmıram, əminəm ki, bunu edə bilərsiniz, lakin harada necə o haqda heç bir fikrim yoxdur. Nə qədər pul ilə kiçik biznes qura bilərəm? Zəhmət olmasa cavab verərdiniz. Sizin bu sualınız üçün xüsusi bir video hazırlayacağım. Demək olar ki, mümkün qədər çalışdım ki, bütün rəyləri, daha öncəki videomdan olan bütün rəyləri cavablayayım. Məhz Montenegro üçün isə onu deyə bilərəm ki, sizin getdiyiniz, köçdüyünüz ya da köçmək istədiyiniz ölkədən olan gözləntilərinizdən çox şey asılıdır. Siz getmək istəyirsinizsə əgər başqa bir ölkəyə, o ölkədən gözləntiləriniz nələrdir? Niyə ölkə dəyişmək istəyirsiniz? Və ya o ölkəyə gedib orada nələr yaşamaq istəyirsiniz? Bu da başqa bir mövzudur. Ona görə də Montenegro sakit bir yerdir. Bura kiçik ölkədir. Gəlib burada 3-5 gün sonra sıxılan, darxan insanlar da olur. Balacadır, kiçikdir, gəzməyə yer yoxdur, bir həftəyə bütün ölkəni gəzib bitirmək mümkündür və sonra ümid edirəm ki, ünvanlanan suallara cavab verə bildim. Tam əhatəli olmasa da ən azından buna çalışdım.
İzlədiyiniz üçün təşəkkür edirəm. Rəy bölməsinə və rəy bölməsinə fikirlərinizi, suallarınızı paylaşmağı və abunə olmağı unutmayın. Təşəkkürlər.